Salam hörmətli izləyicilər. Mən dünən aprel ayının 7-si YouTube kanalında Bakı Aktubara baxırdım. Elçin bəy Əybəlinin verilişinə 4 nəfər qonaq gəlmişdi, müzakirə edirdilər. Mən qadın genədə nikah daxil olarsa dayandırır, yoxsa verir. Maraqlı bir vəziyyətə rastlaşdım. Deməli, orada vəkil var idi, Güney xanım. Güney xanım deyir ki, onun aidiyyəti yoxdur, yəni qadın ailə qursa uşağın alimentə verilməli. Yəni söhbət gəlir ikinci də bir ailə qurmalar. Psixoloqda müəyyən məsələ toxunur orada, deyir ki, insanların yəni problemi var, ona görə boşanırlar, qəsdən vermirlər. Amma mənə daha çox belə deyəlim, maraq çəkən nə idi? Hüseyin bəy var, sosiolog. Deyir ki, qanunverici əsasən mütləq şəkildə ana ailə qurulsa, aliment dayandırmalıdır. Bilirsiniz, mən nə görə deyəm? Bir yaxınlarda İkram müəllim danışırdı, Amir Xəyirin verilişində. Ekspertlərdən də sözü düşmüşdü ki, deyir ki, bir şey danışında, yəni hörmətli izləyicilər. Doğrudan da olmalıdır. Doğrudan da insan gələ başı çıxdığı şeydən danışsın. Mən şəxsən Zaur Seyidzadə qanunverici bildiyimə görə bilirdim. Dünən bir daha dəfələrlə araşdırdım. Bir neçə də bir qanuna baxdım. Həmin sosiolog deyir ki, hörmətli izləyicilər, bəs qanunverici əsasən mütləq şəkildə ana ailə qurulsa aliment dayandırılmalıdır. Hüseyin bəy. Mən də özləri deyir ki, Ailə Məcəlləsinin 70-ci maddəsi, 75-ci maddəsi, mən açdım o qanunvericiyə baxdım. Birində yazılır ki, evlat hansı valideyninə verilməsi barədə iddia verə bilər valideynlərdən biri. Birində də yazılır ki, valideynin evladı saxlama vəzifəsi. Amma mən araşdırdım, həmin məsələ Ailə Məcəlləsinin 113-cü maddəsindən tənzimlənir. 113-cü maddəsi. Hörmətli izləyicilər, söhbət nədən gedir? Hansı halda aliment dayandıra bilər? İndi onun hamısını mən izah edəcəyəm. Əgər kimə məsələn maraqlıcı sona qədər baxsın, xahiş edirəm, efirdə yanlış məlumatlar verməyin cəmaata. Cəmaat öz hüquqlarını bilsin. Hörmətli izləyicilər. Həmin 113-cü maddənin birinci bəndində qeyd olunur ki, tərəflər ölməyin nəticəsində və ya saciş bağlayıb saciş bitdikdə və ya sacişə nəzərdə tutan hallarda, yəni birinci növbədə xitam verir. O nə deməkdir? Yəni sacişdə yazılır ki, məsəl üçün mediasiyada bir-birindən saciş bağlayırlar ki, mənə çatan payı mən sənə verən əvəzində aliment verməyəcəm. Məsəl üçün odur. Digər maddədə qeyd olunur 113.2-də isə aşağıdakı hallarda. Yəni belə deyək də, hansı hallardır? Uşaq yetkinlik yaşına gəlib çatarsa və ya fəaliyyət qabiliyyəti əldə edərsə və ya aliment ödəyən, hansı ki uşağa aliment ödənir, həmin uşaq evlatlığa verərsə və ya belə deyək də, aliment alan şəxsin maddi ehtiyacı ödənərsə və axırda da aşağıda qeyd olunur ki, hörmətli izləyicilər. Dediyim kimi, hörmətli izləyicilər, aşağıda qeyd olunur ki, 113-cü maddənin .2.5-ci hissəsində qeyd olunur ki, əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan arvad nikaha yenidən daxil olduqda dayandırır. Yəni, o nə deməkdir? Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən 81%, 100% əmək qabiliyyətini itirmiş şəxs, yəni birinci qrupu ərlər, ərlə arvad, belə deyək, nikahdan sonra nikah pozulursa, o halda yəni aliment ödəməyə borcludur. Eyni zamanda pensiya almaq vaxtına 5 il qalıbsa, o halda da ərliyi olmadan ödəməyə borcludur. Yəni ya ər, ya da arvad kim boşanırsa bir-birinə baxmağa borcludur. Qanunverici əsasən. Bunu mən həm hüquqşünas kimi deyəm, həm ərliyi olan şəxs kimi deyəm, yəni arabasında olan şəxs kimi, eyni zamanda ərli təşkilatın rəhbəri kimi deyəm, öz tərcümələrimə əsasən. Yəni ərlə arvad, belə deyək, boşanırsa, birinci qrupu ərlidirsə, o halda ikisindən biri bir-birinə aliment ödəməyə borcludur. Hətta pensiya yaşına 5 il qalıbsa, ərliyi yoxdursa, o halda da ödəməyə borcludur. Və o halda ailə qurarlarsa,
Bəli, Ahmet dayandı. Amma ki, adi uşağa verən Ahmet ana ayıq olduğuna görə dayandı mı? Və yaxşı, hansı halda dayandıra bilər, onun izahını verim. Əgər uşaq vaxtından əvvəl erkən nikaha daxil olsa, bilirsiniz də 15-16 yaşında qaçırdırlar və yaxud da icra hakimiyyətin qərarına bir tezləşdirə bilər, 17 yaşında ayıq ola bilər. O havada Ahmet dayandırır. Və ya uşaq qanunverici əsası valideynin razılığına 15 yaşından geri işləyirsə, həmin havada dayandırır. Eyni zamanda bilirsiniz ki, əlilliyi olan şəxslərə 18 yaşından da sonra Ahmet verir. Həmin əlil də 18 yaşından sonra ayıq olursa, o halda da dayandırır. Ona görə yazılır ki, maddi ehtiyacı yəni ödənilirsə, o halda təbii ki, onun maddi ehtiyacını belə də həyat yoldaşı ödəməlidir, əlil ödəməlidir. Ona görə dayandırır. Hörmətli izləyicilər, ayıb deyə insan baxanda qanunvericiyə baxıb deməlidir. Axırda hörmətli izləyicilər, bir məsələ. Axırda Günay xanım vəkil gördü ki, Senova, Hüzeyr bəy, sosiolog yapışıb ki, yox, ana ayıq olsa Ahmet vermir. Qəyətlidir ki, təcrübələr var ki, ana ayıq olduğu zamanda Ahmet alır. Amma qanunverici imkan vermir, sosiolog deyildi. Qanunverici imkan vermir nə deməkdir? Yəni deyir ki, qanunda var ki, ana ayıq olduqda yəni Ahmet dayandırmalıdır. Elə bir şey yoxdur. Mən baxın 113-cü maddəni misal çəkdim. Kim istəyir açsın oxusun. Ailə Məcəlləsinin 113-cü maddəsi. Hörmətli icracı. Nəzərə alın. İnsanları çaşdırmaq lazımdır. Burada Almaz xanı danışırdı yazısı. Orada deyir, mən təcrübədə görmüşəm ki, ana ayıq olub, ata Ahmet ödəyir. Belə bir şey var. Hamı deyir. Ona görə çaşdırmayın. Hər kəs öz sahəsi üzrə məsləhət versin ki, insanlar bilsin. Bir abısırdır. Bir daha qeyd edirəm, kim istəyirsə, açsın Ailə Məcəlləsində 113-cü maddəsi baxsın. 70-ci maddə, 75-ci maddə buna şamil olunmur. Hörmətli icracı. Nəzərə alın bir dəfəlik. Yəni, Elçin müəllimlə sualına cavab vermiş hesab edən ki, oldum. Yazıq bir saatlıq veriş etdi, 55 dəqiqəlik. 55-də veriyədə öz cavabını ala bilmədi. Amma sonunda dedi ki, daxil yoxdur qanunda və yoxdur, ata Ahmet ödəməlidir. Bəli, ödəməlidir. Mütləq şəkildə. Yəni ki, insanları çaşdırmayın da. Xahiş edirəm. Əgər kimsə mədəni şəkildə bu məsələni müzakirə etmək istəsə, mən hazıram. Amma bir daha qeyd edin ki, mədəni şəkildə. Hörmətli icracı. Eyni zamanda qeyd edin ki, fərdi qaydada bu məsələni belə mübahisələndirmək istəyirsinizsə, sual-razı vermək istəyirsinizsə, buyurun, mənim telefonuma videonun izahı yerində YouTube kanalına qeyd olunur. Eyni zamanda YouTube kanalının şərh bölməsində istənilən videonun üzərində var. Buyurun, əgər saxlayın, sual-razı verin, cavab verməyə hazıram. Hər zaman hörmətli icracı. Ona görə xahiş edirəm ekspertlərdən, hansısa verişə getirir, öz sahəniz üzrə danışır. Heç olmasa qanunvericidən danışmışsa, deyin ki, mən tikdə mən fikirləşirəm ki, bu belə olmalıdır, ana ayıq olsa dayandırılmalıdır. Elə deyim. Yoxsa konkret qanunla istinad etmək o düzgün deyil. Hörmətli icracı. Mən şəxsən öz fikrimi deyəm. Ona görə insana biraz aldanmasın. Birisi televiziya vasitəsi qanun kimi bir şeydir. Yəni insan nəyə eşidirsə orada inanır. Deyir, dövlət məlumat verirsə, jurnalist məlumat verirsə, mütləq qaydada bu belədir. İnsanları çaşdırmayın, bir daha qeyd edirəm. Hörmətli icracı. Ayıbdır. Mərifəndir. Dediyim kimi, digər verişlərdə, Amir Xəylin verişində də ekspert gəldik deyir ki, əgər məhkəmə düzgün qərar çıxartılmışsa pul alıb. Hətta bunun faktla sübut eləməsə, başqasına rüşvət aldığım böhtandır, yəni sübut eləyə bilməsin. İnsan gəlib biraz bilsin nə danışır o məsələdə. Hörmətli icracı, nəzərə alın. Belə şeylər deməyin. İstər televiziyada, istər dostanış arasında, istər harca bir kütlənin yığışdığı yerdə kiminsə deyirsiniz ki, fankəsdən pul aldı məsələni həll edir, o qanunsuzluqdur. Yəni siz də belə korrupsiya haqqında qanuna görə məsuliyyətə cəlb oluna bilirsiniz. Ehtiyatda olun. Mən umud edirəm ki, məni sualın Elçin bəy baxsa əlbəli qanun edəcək.
Buyurun bir daha qeyd edin kimin nə sualı var versin. Diqqətli qal, sağ olun. Sağ olun.